Salam, sabahınız xeyir olsun. 9 iyun 2026-cı il tarixidir. Yaz fəslinin 80-ci günü, Zülhicce ayının 23-cü günüdür. Həftənin isə ikinci çərşənbə axşamı günüdür. Hər birimizə gözəl, xoş xəbərlərlə, can sağlıqlı bir gün keçirməyə arzu edirəm. 9 iyun günündə kimlər işləri arxasınca gedir, işləri ilə, iş yerlərində, ofislərində, eləcə də evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlığı, iş avadlığı, gözəl bir bol bərəkətli ruzili, sağ canlı gün keçirməyə arzu edirəm. 9 iyun günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblilər, orta ixtisas ali məktəb tələbələri, eləcə də digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, iş avadlığı arzu edirəm. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzu edirəm. Bununla yanaşı 9 iyun günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir diləyirəm. 9 iyun günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Can sağlıqlı, sülh-əmin-amanlıqlı, firavanlıqlı, dinc qulaqlı, gözəl xoş xəbərlərlə zəngin dolu olan bir gün keçirmələrini arzularım. 9 iyun günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 9 iyun günündə də tarixi günlər vardır. 9 iyun günündə olan tarixi günlər bunlar. 9 iyun dostluq günüdür. Hər birimizi bugün münasibəti ilə təbrik edirəm. Xüsusilə bir-biri ilə dostluq edən insanları Kənan Əkbərin Yaxşı Dostlar şeirindən deyirəm. Yaxşı dost insana vuran ürəkdir. Dar gündə, xoş gündə arxa köməkdir. Yaxşı dost həyatda qardaş deməkdir. Qürurların insan yaxşı dostlara, canım da qurban yaxşı dostlara. Atalar söz var ki, dost dar gündə tanınar. Dostlar daima möhkəm olsunlar, bir-birinə sadiq olsunlar, xəyanət etməsinlər, bir-birlərinin hər bir işində yanlarında olmuş olsunlar, arzularım. Bununla yanaşı 9 iyun Uqandada qəhrəmanlar günüdür. Və digəri isə 9 iyunda 68-ci ildə Roma İmperatoru Neron intihar etdiyi gündür. 9 iyun 1958-ci ildə isə demək Kraliça 2. Yelizaveta rəsmi olaraq Qatvik hava limanının açılışını etdiyi gündür. 9 iyun 1974-cü ildə Sovet İttifaqı Portuqaliya ilə diplomatik əlaqələr qurduğu gündür. 9 iyun 1992-ci ildə Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik əlaqələr qurulduğu gündür. 9 iyun 1992-ci ildə Azərbaycan ilə Pakistan arasında diplomatik əlaqələr qurulduğu gündür. Demək, el bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam doğma vətənimsən, ayrılarmı könül candan Azərbaycan, Azərbaycan. 9 iyun 1993-cü ildə Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əlizadə Əliyev Naxçıvandan Bakıya gəldiyi gündür. Heydər Əliyevə aid olan şeir deyirəm, şeir belədir. Böyük Heydər Qurandır, oxuduğu Qurandır, sayəsində yurt boyda Heydər bağı yarandı. Allah Heydər Əlizadə Əliyevə qəni-qəni rəhmət etsin deyirəm. Və 9 iyun 1999-cu ildə isə Yugoslaviya Respublikası İttifaqı NATO ilə sülh müqaviləsi imzaladığı gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.